Bundan əvvəlki videoda dəmir manqalda istifadə oluna biləcək aksesuarlarla bağlı bir video çəkəcəyimi demişdim. İnşallah indi burada olan vacib olan məhsulların haqqında məlumat verəcəm, qiymətlərini də qeyd edəcəm. Yəni, kimlərə ki maraqlıdır, videonu mütləq şəkildə sonacan izləsin. Videonu çalışacağım qısa edeyim. Yəni 6, 7, 8 videoluq olacaq. Yəni videoları keçid edib baxa bilərsiniz. Birinci növbədə dəmir manqalın ömrünü uzatmaq üçün, əgər dəmir manqalınız varsa və ya dəmir manqal sifariş verəcəksinizsə, bilməlisiniz ki, dəmir manqalın ən çox sıradan çıxan hissəsi pol hissəsi olur. Səbəb də odur ki, odun, kömür orta hissədə yanır və zamanla o dəmiri sıradan çıxardır. Mağazamızda uzunluğu 23 santim, eni 11,5, qalınlığı 3 santim olan o davamlı kərpiclər var ki, Rusiya istehsalı. Bu daşları manqalın içərisinə düzürsüz. Artıq odun, kömür yandığı zaman dəmirin üstündə yox, kərpicin üstündə yanır. Bu kərpiclərin də özəlliyi ondadır ki, gec qızır və gec müddətdə də soyur. Yəni bu alov kərpicin üzərində yandığı üçün dəmirə istiliyi az dəyəcək. Dəmirin ömrünü uzatmış olacaqsınız. Başqa bir üstün cəhəti də ondadır ki, olar ki, misal üçün siz yarım saat, 1 saat kabab pişirdiyiniz zaman bunu hiss eləmərsiniz. Amma artıq 3 saat, 4 saat əgər kabab pişirəsi olsanız manqalda, görəcəksiniz ki, kömür az olsa belə kərpicin özünün istiliyi şişdə olan o ətin pişməyinə kömək olur. Çünki bu kərpiclər adi kərpiclər deyil, o davamlı daşlardır. Bu daşlar qızandan sonra, tez müddətdə qızmır, yenə deyirəm, bu kərpici normal 2 saat, 3 saat kabab pişirəsi olsanız, artıq bu kərpic qəşəng istini özünə götürəcək və uzun müddətdə istini saxlayacaq. Baxarsınız ki, kərpicin öz istiliyi də o kababın pişirməyinə kömək olur və həmən o pişən kabablar daha fərqli, daha gözəl olacaq. Yəni biri var ancaq odun köz kababı pişirsin. Bir də var ki, kərpicin özünün istiliyi də o kababın pişirməyinə kömək olsun. Çox vaxtı restoran, kafelərdə, manqalların əksəriyyətində 10-dan 9-unda mütləq şəkildə o davamlı kərpiclər döşənilir. Ona görə gördüyünüz kimi toylarda falan kabablar çox gözəl olur. Onun da əsas səbəbindən biri də məhz bu o davamlı kərpiclərdir. Bu kərpicin bir ədədinin qiyməti 2 manatdır. Bu kərpicin yenə deyirəm, qalınlığı 3 santimdir. Mağazamızda belə daşlar da var. Bunlar təzə daşlardır. Rusiyadan gəlir bunlar. Bunların qalınlığı 4 adı ilə gəlir. Metrə ilə ölçəndə belə 3-7 gəlir. Bunların qiyməti 2 manat 60 qəpikdir. Bunlar təzə daşdır. Bu amma baxdığınız daş ikinci əl, əla vəziyyətdə kərpicdən kəsilmə daşdır ki, bunun qiyməti daha münasibdir, 2 manatdır. Keçənlərdə bir videoda müştəri, mən bunun haqqında danışıram, qıraqdan bunu görüb, deyir ki, bu da ondandır. Xeyr, bu təzə daşdır.